Tireoid xəstələrinə hansı hallarda əməliyyat məsləhət görülür? Qalxanvari vəzidə müxtəlif tipli düyünlər, kistalar, törəmələr ola bilir. Hər bir düyünü olan kəs əməliyyat olunmalıdırmı? Xeyr. Mütləq və mütləq bütün düyünlər biopsiya olunmalıdır bir mənalı şəkildə. Və biopsiya nəticəsində əgər düyünlərdə xərçəng hüceyrələri aşkar olunarsa, bu düyünün ölçüsündən asılı olmayaraq xəstə həmən əməliyyat olunmalıdır. Və yaxud da ikinci faktor olaraq düyünlərin ölçülərinin 3 sm-dən böyük olduğu təqdirdə bu xəstələr əməliyyat olunmalıdır. Üçüncü olaraq onu qeyd etmək istəyirəm ki, artıq qalxanvari vəzinin ölçüləri böyüyür və nəticədə bu xəstələrdə təbii ki, cərrahi əməliyyata göstərişdir. Və dördüncü olaraq onu da qeyd etmək istəyirəm ki, qalxanvari vəzinin böyüməsi nəticəsində boyun əzəllərinə təzyiq göstərilir, düyünlər və yaxud da vəzi özü və yaxud da vəzinin anatomik yerləşməsindən asılı olaraq, yəni döş qəfəsində qalxanvari vəzi yerləşirsə, təbii ki, bu halda bu insanlar əməliyyata göstərişdir.